Tanınmış şairə Azərbaycan Respublikasının Prezident təqaüdçüsü Zülfiyə Yaqub qızının Fikir Ədemirova adına Gəncə Dövlət Filarmoniyasında Eşq Qayəsi adlı kitabının təqdimatı keçirilib. Tədbirdə bildirilib ki, Səmədovlar ailəsinə dünyaya göz açan Zülfiyə Yaqubun erkən yaşlarında şeirə, sənətə, ədəbiyyata olan sevgisi qələmi ilə birlikdə onu müqəddəs bir yolun yolçusu edib. Hələ məktəb illərindən yazıb yaratmağı sevən bu xanım sənət yolunu, karyerasını modeli, dizayner kimi inkişaf etdirsə də, qələmlə bağladığı əhd peymanı unutmayıb. O, həyatı sadəcə misralara yazmır, həm də rənglərə, naxışlara, parçalara toxuyur. Bu kitab mənim üçün elə bir fəlsəfi qapılar açır ki, Tanrı ilə, yaradılışla, insanla bərabər olmaq, bütün dünyada həm rəng olmaq, yaradılışı özündə birləşdirərək sehirli bir aləmə açan mənim üçün əsərdir. İllərin zəhməti var burada. Mən deyərdim, peşəkar yaradıcılığıma 10 ildir başlamışam. 10 ildə mənim üçün öncəki kitablarımdan da çox-çox fərqli olaraq Eşq Qayəsinin anlamı daha çox böyükdür. Çünki insanın özünə dərk var, dünyaya gəlişi var. Hansı ki, o insan özünü dərk üçün gəlir bu dünyaya. O zaman yaradanla bütövləşəndə, tamlaşanda insan özünün hansı məqsədlə dünyada olduğunu, hansı amalla yaranışını daha gözəl anlayır. Tədbirdə o da diqqətə çatdırıldı ki, Nurmoda evinin yaradıcısı olan Zülfiyə Yaqub oxucunun düşünməyə, sevməyə və varlığın gizli sirlərini kəşf etməyə səsləyən əsərlərin müəllifidir. Təqdimatı keçirilən Eşq Qayəsi kitabı Suyun bir damcı ürəyindən sonra oxucularla ikinci görüşüdür. Hər kitabda əhatə etdiyi mövzuların ana xətti, yaradılışın sirlərinə poetik səyahət, özünü dərkə gedən yolda axtarışlı olan ruh dayanır. Bununla yanaşı istər vətənpərvərlik mövzusunda, istər təbiətlə qəlbin həzin harmoniyasında, istərsə də könül nəğmələrində həmin ilahi eşqin nəfəsi duyulur. Onun yaradıcılığını başa düşməkdən ötürü gərək uzun müddət sənin şeir təcrübən olsun, uzun müddət şeir oxuyasan və müəyyən məsələlərdən agah olasan ki, Zülfiyə Yaqub qızını dərk eləyəsən. Zülfiyə Yaqub qızının şeirlərində qeyri-səlis məntiq var. Bu dünyanı deyək ki, başqalarından, başqa şairlərdən daha fərqli bir üslubda görür, heç kəsi təkrarlanmır, başqasının asan yolu ilə irəliləməkdənsə öz cığırını açmağa üstünlük verir. Bu ilk şeir kitabından bugünkü kitabına qədər həmişə böyük bir yaradıcılıq yolu keçib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Zülfiyə Yaqub peşəkar ədəbiyyata ilk addımlarına Gəncə Yazıçılar Birliyindən başlayaraq Qızıl Qələm, Xurşudbanu Natəvan, Məsəti Gəncəvi və Dahi Nizaminin şah əsəri olan Sirlər Xəzinəsinin adını daşıyan bir çox mükafatlara layiq görülüb. Əsərlərinə vaxtaşırı dövrü mətbuatda yer ayrılan, yaradıcılığına dövlət tərəfindən diqqət görən şairə bu il Azərbaycan Respublikasının Prezident təqaüdü ilə mükafatlandırılıb. Tədbirdə Zülfiyə Yaqubun şeirlərinə bəstələnən mahnılar ifa edildi, şeirləri səsləndirildi.